ibarət birlik nümayiş etdirdilər 44 gündə. Əgər bugün Azərbaycanın imkanları məhdud olsaydı, bu dediyimiz rifah vəziyyəti yaratmaq, xalqın vəziyyətini yaxşılaşdırmaq üçün imkanları olmasaydı, mən əminəm ki, xalqımız bunu anlaşıqlı qarşılayardı. Ancaq xalq görür axı imkanları var. Xalq görür ki, məmurlar necə yaşayırlar. Xalq görür ki, hakimiyyətdə mövqe tutan şəxslər nə cür yaşayırlar. Hansı imkanlara malikdirlər, hansı harınlaşma faktları var. Bu illər ərzində dəfələrlə müxtəlif nazirlərin, komitə sədrlərinin, mavinlərin, icra başçılarının, müxtəlif dövlət şirkətlərinin rəhbərlərinin, işçilərinin, adicə şöbə müdirlərinin həbslərinin şahid olmuşuq. Hər birinin də mülkiyyəti hesablamağa başlayanda görünüb ki, sahada xırda bir görünən vəzifədə oturan adam, hətta bəzən rəsmi strukturlar yox, hansısa media strukturu rəhbəridir dövlətin, nə bilim, kiçik bir quruluşun rəhbəridir. 10 milyonlarla, 100 milyonlarla sərvətə malikdirlər. Mən elə multimilyarderləri demirəm. Və bu zənginlər nə cür yaşayırlar, onların ailə üzvləri, övladları nə cür harınlıq edirlər. Cəmaət görür axı. Cəmaət bunu görəndən sonra nə cür desin ki, bəli, böyük xərclər var, ona görə də biz öz istəklərimizi zamana buraxırıq, tələb eləmirik. Yəni, bu imkanlar var. Hələ ki, böyük gəlirlər var və son illərdə də neftin qiyməti yenidən yüksəlməyə başladı. Azərbaycan qazı dünya bazarına çıxmağa başladı. Bütün bunların hamısı imkanlardır. Və ona görə də xalqın istəyi tamamilə haqlıdır, məntiqlidir, düzgündür və hakimiyyət bu istəkləri nəzərə almalıdır. Hakimiyyət şəhid ailələrindən başlayaraq, müharibəmizin qəhrəmanlarından, veteranlarından, qazilərindən başlayaraq insanların həyat səviyyəsini yüksəltmək üçün konkret addımlar atmalıdır. Azərbaycanın qəhrəmanlarının aldığı müavinətlər, pensiyalar Gürcüstanla, Ermənistanla müqayisə edilməməlidir. Dünyanın ən inkişaf eləmiş ölkələri ilə müqayisə edilməlidir. Azərbaycanın imkanları var bunun üçün və eyni qaydada iqtisadi azadlıqlar verilməlidir. Bu monopoliyalara son qoyulmalıdır. Bu haqsızlıqlara son qoyulmalıdır. Adicə məsələlər var ki, onları həll etmək çox sadədir. Tutaq ki, uşaq pulu məsələsi. Yəni, hakimiyyətdəki korrupsionerlərin uğurladıqları, mənimsədikləri və xərclədikləri pullarla müqayisədə həmin o uşaq pulu məsələsi kiçik bir məbləğ. Bu həll olunmalıdır. Quru sərhədləri nəhayət açılmalıdır. Nə vaxta qədər bu sərhədlər bağlı olacaq? Nə vaxta qədər insanlar Bakıdan Borçalıya getmək üçün Tiflisə uçmalı olacaqlar? Nə bilim, Rusiyanın cənubundakı bölgələrə getmək üçün təyyarədən istifadə edib Moskvaya, başqa şəhərlərə uçmalıdırlar. Bu, sadə həll olunması məsələlərdir və həll olunmalıdır. Və ən qısa müddətdə bu addımlar atılmalıdır, uşaq pulu verilməlidir ailələrə, uşaqlı ailələrə, pensiya məsələləri həll olunmalıdır, yaş aşağı salınmalıdır, insanların pensiyaları artırılmalıdır. Həmişə hərbiçilərdə deyəsən, yaş həddi deyəsən, azalmaq əvəzində deyəsən, artırılıb bir 5 ildə. Təəssüf ki, biz nə dediksə, hakimiyyət bunu əksin edir və sonradan da fəxrlə qeyd edirlər ki, biz qulaq asmadıq, əksin elədik. Biz fikrimizi deyirik ki, artırılmalıdır. Heç olmasa hərbiçilərin və xüsusi təyinatların maaşları artırıldı. O da yaxşı addım idi. Ordumuzun təminatı həlledici məsələlərdən biridir, amma eyni zamanda bu xalq üçün də edilməlidir, başqa təbəqələr üçün də edilməlidir. Yəni, iş yerləri yaradılmalıdır, kağızlarında yox, gerçək, maaşlar artırılmalıdır və s. Bunun üçün Azərbaycanın imkanları var və bunu etmək lazımdır. Bu, cəmiyyətin, xalqın çox haqlı tələbidir və həll olunmalıdır. Yəni, Qarabağda quruculuq işləri, Qarabağa xərclənən maliyyələr buna sizcə önündə deyənə bilməzsiniz? Qətiyyən deyənə bilməz. Qətiyyən nə mən, nə də heç kim deməz ki, Qarabağdakı quruculuq işinə xərclənən pul oradan götürülsün, burada hansısa məsələlər xərclənsin. Qarabağa xərclər bəlkə də daha da artırılmalıdır. Düz orada da korrupsiya söhbəti var, mənimsəmə söhbətləri var, monopoliya söhbətləri var. Orada, Qarabağda o. Bəli, yəni orada iş görən şirkətlərin
tenderlərinin ədalətsiz keçirilməsi və s. söhbətlər də var. Ancaq bu başqa söhbətlərdir. Mənim dediyim odur ki, Qarabağa xərclənən pullar azaldılmadan xalqın rifahına, yaxşı yaşamasına pullar ayırmaq tamamilə mümkündür. Bu elə məhz o pis idarə etməni və korrupsiyanı, monopoliyaları aradan qaldırmaqla həll edilə bilən məsələlərdir. Əslində bu indi proqramımızın görün böyük hissəsini biz danışdıq və böyük hissəsində də ancaq problemlərdən danışdıq və problemlər də hələ ki həll olunması kimi görülmür. Hər halda mən belə görürəm. Bəlkə də kimsə indi iradə olsa Kamran bəy çox asanlıqla həll olunur. Yəni mən ötən dəfələr dedim. Bu nə var ki, yəni məsəl üçün siyasi məhbusları azad edirsən? Nə var ki, buna sərhəddə açırsan? Bütün dünyada pandemiya qutarıb, bir Azərbaycan pandemiya şərtlərinə uyğun qərarlar qəbul edir. Nə var oradakı uşaq pulunu həll edirsən, pensiya yaşını aşağı salırsan, pensiyaları artırırsan, maaşları artırırsan. Bunlar hamısı asanlıqla həll olunan məsələlərdir. Sadəcə hakimiyyət dairələrinin, hakimiyyətin nəzarətində olan strukturların korrupsiyasına, rüşvətxorluğuna son qoyulub, bu pullar dövlət büdcəsinə cəlb olunmalı və xalqa, ölkəmizin inkişafına xərclənməlidir. Gəlin geosiyasətdən biraz danışaq. Çünki baxın, Səbəy